Selamünaleyküm. Hər vaxtınız xeyir olsun. Düz 70 yıl bundan qabaq, 55-ci ildə bu dünyaya bir gözəl oğlan gəldi. Adını Firidun qoydular. Rəbbim Tanrım, kaş o Firidundan bizim Azərbaycan üçün heç olmasa 100 dənə göndəriydi, 100 dənə dünyaya gətiriydi, 100 dənə olmasa da 10 dənə gətirəydi, 10 dənə olmasa heç olmasa 2 dənə, amma yox, Firidundan bir dənədir. Əziz qardaşım, gözəl insan, gözəl dostum, səni təbrik edirəm. Sənin haqqında bir neçə kəlmə danışacağım. Yəqin ki, sənin haqqında kabinetdə də oturub, bərbəzəkli, rəsmi formada da oturub söz demək olardı, başqa formada da. Amma mən sənin haqqında bağda, bağçada söz demək istəyirəm. Təbii ki, 70 yaş müdrikliyin cavanlığının başlanğıcıdır. Və demək olar ki, qocalığın cavanlığıdır. Qocalığın ilk cavanlığa qədəm qoyduğu dövrüdür. Sənin haqqında təriflər yox, ürəyimdən gələn sözlər deyəcəm. Bilirsən, əzim, insanlar son zamanlar saxtalaşıblar, insanlar yaxşılıqdan uzaqlaşıblar və ona görə də çox insanlar haqqında xoş söz demək çətindir. Niyə? Çünki ürəkdən gəlməyən söhbəti eləmək insana əzab verir. Amma səni kimi qardaşlar çox azdır. Şükür Allaha ki var və biri də sənsən, birincisi də sənsən. Sənin haqqında mən nə qədər desən söhbət eləyərəm. Nə qədər desən, xoş sözlər deyərəm və o barədə mənim daxilimdə böyük bir xəzinə yatır. Mən səni təqribən 93-cü ildən tanıyıram. 32 il eləyir. Və təbii ki, bizim tanışdığımız zavod-bank münasibətlərindən yaranıb. Firidun müəllim, ta ilk insan yaradılışdan bu yana dostluğu, insanlığı həmişə pulda müqayisə edib görüblər. Yəni ki, katalizator, yəni sirkə turşusu, qızılla misi necə ayırırsa, dostluqda da pul məsələsi elədir. Pulla əlaqədar olan adamı, pullu adamı hamı özünə dost sayar. Və pul qutarandan sonra baxar ki, dost da qutarır. Birincisi, mənim hələ ilk öncə bir duam sənə budur ki, Allah Taala heç zaman səni pulsuz eləməsin ki, heç zaman sənin imkanlarını olduğundan aşağı eləməsin ki, sən deyəsən, vay be, bu nəymiş və filan kəslər, özümə ən yaxın saydığım qohumlar, dostlar, indi hanı? Yəni elə bir şeyi heç Allah sənə göstərməsin. Elə həmişə pulun olsun, həmişə imkanların olsun və insanlar üçün də heç bilməyəsən ki, bu insanın insanda məsələn pul olmayanda dar ayaqda vəziyyəti necədir? Kişiliyi, insanlığı necədir? Heç onu görməyəsən, heç onu bilməyəsən. Mən özümə dua edirəm ki, ay Allah, mənə heç vaxt göstərmə, mən heç vaxt bilməyəm, görməyəm ki, dar ayaqda mənim dostlarım necədir? Yəni ki, dar ayaq verməsin sənə, heç vaxt pulsuzluq göstərməsin ki, sən də insanların necə olduğunu o nöqteyi nəzərindən biləsən. Sən elə bir adamsan ki, deməli, belə deyək də, bütün insanlar günahkardır. Bütün insanlarda səhv cəhət, doğru cəhət, səhv cəhət lap çoxdur. Bəzən daha çox insanlar, əzim, o pisliyini gizlədirlər və o çox üzdə görünmür çünki afiristdirlər. Amma sən o qədər gözəl insansan, o qədər saf insansan ki, sənin nəyin var üzdədir? O qədər həlim və yaxşısan ki, dostlar çox vaxtı səndən inciyir. Niyə? Çünki yaxşı olmağın bir həddi var da, qardaş, insan nə qədər yaxşı ola bilər ki? Sən o yaxşılığın, bilirsən, hansı həddində olsun, nə qədər yaxşılıq eləyirsən, bir balaca bir zaman ki, gəlir ki, yaxşılığın daha artıq dərəcəsini elə bilmirsən, səndən küsürlər. Çünki sən o qədər yumşaq, o qədər həlim, o qədər dostyana, o qədər insanpərvər adamsan ki, səndən tez küsürlər. Pis adamdan insanlar uzaq gəzirlər. Hə, sözü ona gətirirəm ki, əzim, bütün insanlar ömrü boyu pul vasitəsilə yaşadıkları üçün, hər şeyi pulla əldə elədikləri üçün, pulla əlaqədar insanların həmişə yanında olmağa çalışırlar. Çalışıblar və çalışacaqlar. Mən də elə o səni tanıyandan sənin yanında olmağa çalışmışam. Niyə? Çünki pul səndə olub, qardaş, vay səndə olub. Və nə qədər ki sən tanıdığın adamlar var və mən ki onları tanıyıram, bilirəm ki, hamısı ehtiyacdan, hamısı sənə olan, belə deyək də, sənə olan ehtiyacdan həmişə səni özlərinə dost sayıblar. Sən əlindən gələni eləyibsən. Ancaq mən bilmirəm. Sənin dostların, bizlər, sənin üçün əlimizdən gələni edə bilmişikmi? Və yaxud da bizlər ki, sənin, belə deyək də, lap 30 il, 30 qaymaqlı dövrü deyək. 30 xarlamış bal formasında olan dövrünü deyək. 30 il ərzində ətrafında olan adamlardan kimsə sənin yerində olsaydı, onlar da səni kimi eləyə bilərdilərmi? Onlar da səni kimi ola bilərdilərmi? Yəqin ki, yox, ola bilməzdilər. Ilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm 100 yaşınızı təbrik eləyək. Can sağlığı, gözəl həyat arzulayıram sizə.
Hörmətli Firidun müəllim, bugün sizin ad gününüzdür. Sizi ürəkdən təbrik edirəm. Can sağlığı arzu edirəm. Arzum budur ki, bundan sonraki həyatınızda da gözəl günlərə nəsib olsun. Həyatınız gözəl keçsin. İləride gözəl günlər səni bəkləyir. Nəvələrin böyüyür. Gözəl məclislər qur. Onların gözəl şad günlərini başda oturaraq onları sahib çıx. Onların her xeyir gününde başta olasan. Can sağlığı arzu ederim. Firidun müəllim, doğum gününüz kutlu olsun. İyi ki varsınız. Allah her zaman sizi var eləsin. Hörmətli dostumuz Firidun müəllim, sizin qarşıdan gələn 70 illik yubiley münasibətilə təbrik edirik. Ailəmiz adından sizə can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi arzulayırıq. Arzu edirik ki, həmişə ailəmizin başında olasınız, xoş sərdanız gəlsin. Nəvələrinlə, balalarınla, sizi istəyən qohumlarınla, dostlarınla həmişə sağlam olasan, həmişə üzü gülər olasan. Bizim ailə dostluğumuzun tarixi 89-90-cı illərə gedir çıxır. O vaxtdan bizim ailə dostluğumuz var. Bu müddət ərzində biz sənə etibarlı dost kimi, gülərüz, ürəyi təmiz, gözəl ailə başçısı kimi tanımışıq. Etibarlı, hər zaman dostluğa, yoldaşlığa, möhkəm insan kimi tanımışıq. Gündən belə də elə olasan, sənə birinci can sağlığı, uzun ömür arzulayırıq. Xoşbəxt olasan və həmişə biləsən ki, bizim qəlbimizdəsən və 70 illiyini yox, 80 illiyini də sənin bax belə oturaq təbrik elə, yəni biz də o günləri görək. 80 illiyini, 90 illiyini, 100 illiyini qardaşım. Ailəmiz adından sənə çoxlu salamlarımızı yetiririk və Allah sizi və ailəniz sən başda olmalı həmişə xoşbəxt eləsin. Sağ ol, var ol, həmişə bizim ol. Əziz qardaşım Firidun, səni ad günün münasibəti ilə təbrik edirəm. Желаю тебе и всем твоим близким и родным счастья, благополучия и самое главное здоровья тебе и всем твоим близким. Günümüz aydın olsun, hər arvad şigirinizlə. Təbrik edirəm. Allah eləsin, qismət olsun, 80 illiyin gəlsin, 75 illiyin gəlsin, yubileylərin gəlsin. Həm bizim həm dostumuzsan, həm ailəvi dostumuzsan. Təbrik edirəm Məlahətin adından da, öz adından da. Allah səni, uşaqlarının, nəvələrinin, nəslinin, köşkünün üstündən əksik eləmir. Sən gözəl insansın, yaxşı adamsın, Allah canına sağlıq versin. Bir də təbrik edirəm, təbrik. Əziz dostum, qardaşım Firidun müəllim, ailəmiz adından səni qarşıdan gələn 70 illik yubiley münasibəti ilə təbrik edirik. Yəni, Firidun deyincə, həqiqətən də Firidun haqqında çox böyük sözlər demək olar. Yəni, Firidun müəllim uzun illər bildiyiniz kimi bank sektorunda nümunəvi rəhbər kimi çalışaraq, həm peşəkarlığıyla, həm də ki, insanpərvərliyi ilə hər kəsin hörmətini qazanmış bir insandır. O hər zaman qohumlarına, dostlarına, tanıdığı, tanımadığı insanlara göstərdiyi qayğı, yardım, yəni onu ailəsinin və dost çevrəsinin dayağı edir. Pozitiv xarakterli bir insandır. Güclü iradəniz, güclü qəlbiniz, gözəl qəlbi olan bir insandır. Yəni bu insan haqqında nə qədər yaxşı sözlər varsa, onu demək olar. Həqiqətən də Firidun müəllim, sənə mən bu ürəkdən deyirəm bu arzularımı ki, qoy səni heç bir zaman 70 ildən sonra bilirsiniz, zamanlıq dövrün başlayacaq. Həmişə sağlam həyat keçirdəsən, sağlam qocalıq, həmişə xanımınla bərabər, ailənlə bərabər olasan bir yerdə. Qardaş, bir daha səni təbrik edirəm, can sağlığı, möhkəm, öpürəm. Salam aleyküm Firidun müəllim, sizi ad gününüzü təbrik eləmək istəyirik. Sizə mən can sağlığı və uzun ömür arzulayıram.
Firidun, mən də səni təbrik edirəm. Sənə balalarından, nəvələrindən, gözəl xanımınla bir yerdə gözəl günlər, gözəl illər arzu edirəm. Mehriban olun, bir-birinizin qədrini bilin. İnşallah sənə nəvə toyu arzu edirəm. Nəticələrini də böyüdəsən. Gözəl balaların toyun, nəvələrin toyun görəsən. Amin. Öpürəm, sağ ol. Amin. Təbriklər, sağ Sağ olun. ol. Firidun müəllim, sizi təbrik edirik. Gözəl illərə çıxasınız. Həmişə var olasınız. Bir gözəl insan kimi, bir gözəl valideyn kimi sizi təbrik edirik. Sizə gözəl ömürlər arzulayırıq. Sağ olun. Firidun müəllim, mən də sizi təbrik edirəm. Siz yaxşı atasınız, siz yaxşı həyat yoldaşısınız. Allah sizə uzun ömürlər versin. Bu yeni yaşınızda o qədər xoş günlər Allah nəsib eləsin. Bitməz, tükənməz sizə ömürlər, xoş gün arzulayıram. Təbrik edirəm. Nə yaxşı ki varsınız. Xeydə, əmini. Mən sizi təbrik edirəm. Allah sizə uzun ömür can sağlığı versin. Xeydə, əmini təbrik edəyim. Ona can sağlığı arzulayın, uzun ömür arzulayın. Həmişə ailəsinin üstündə olsun. Nəvələrin başında olsun, nəvələrin toyunu görsün. Bizə də qismət olsun, biz iştirak edək. Xeydə, əmini şən günündə, şad günündə. Mənim əziz dostum, Xeydiyə, bu dünya ilə oynama. Sən cavansan, dünya qoca dünyadır. Düşmən nədir? Dost evini dost yıxar. Bilən bilir, dünya necə dünyadır. Nə bu günə, nə ömrə etibar yox əzəldən. Bir də dönüb yarpaq olmaz xəzəldən. Beşiyindən bizə tabut düzəldən, bələyindən kəfən tikən dünyadır. Heç kim başa çıxmadı bu fələyin işindən. Çoxlarını keçirib dişindən. Möhkəm yapış papağından, başından, papaqdan, başdan papaq alıb qaçan dünyadır. Allah səni qorusun Fediyə. Firidun müəllim, adınız mübarək olsun. Allah sizə uzun ömür və möhkəm can sağlığı versin. Salam Firidun baba. Mən sizi Əvəz babam və Əvəz nəvənin adından təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzu edirəm. İnşallah 100 yaşınızı qeyd edərsiniz. Salam qardaş Firidun. Sizin 70 yaşınızı təbrik edirəm. Həmişə belə başımızın üstündə olasınız, ağsaqqalımız olasınız. Dostluğumuz əbədi olsun, uşaqlarımız davam elətdirsinlər dostluğumuzu. Sizə can sağlığı, həmişə belə ailənizlə, sevənlərinizlə bir yerdə 100 yaşınızı da qeyd eləməyə nəsib eləsin Allah. Sağ olun, inşallah biz də iştirak eləyərik. Firidun müəllim, təbrik edirəm. Nə yaxşı ki varsan, cırmaq-cırmaq ömrümüzün bu həddinə çatmışıq. Bizim dostluğumuzun düz 30 ildən artıq bir yaşı var. Və bu dövrdə biz həmişə bir-birimizin gözəl günlərinə, ən sevdiyimiz günlərinin şahidliyini bir yerdə eləmişik. Onda balalarımız lap balacaydı, indi maşallah, nəvələrimiz bizə qulluq edir. Allahdan arzu edirəm ki, ömrümün sonuna kimi ürəyindən sevgiyi, gözündən sevinç əksik olmasın. Balalarını istədiyin kimi, nəvələrini, balalarını istədiyin kimi sevəsən və nəvələrinin istədiyin kimi toyunu eləyəsən. Xoşbəxt günlər sənə arzu edirəm. Ailənlə bir yerdə və ailəmiz adına təbrik edirəm. Öpürəm səni, eşq.